Salam YouTube izləyiciləri. Bugünkü mövzum musiqi nəzəriyyəsi şöbəsinin müəllimlərinə aid olacaq. Proqramda 5-ci bəndə aydınlıq gətirmək istəyirəm və musiqi ədəbiyyatı fənni üzrə proqram çərçivəsində əsərlərin üzdən oxunması deyilir və əlavə olunan siyahı üzrə. Burada bilirsiniz ki, əlavə olunan siyahıda, yəni siyahı verilmişdir və həmin siyahı üzrə də biz nə etməliyik? Əsərləri ifa etməliyik. Və bunun üçün də hamıya bəllidir ki, yəni bu verilən siyahını tam şəkildə məktəblərdən tapmaq qeyri-mümkündür və artıq bunun üçün attestasiya proqramına uyğun olaraq not PDF-i, yəni o siyahının PDF-i tam şəkildə var, amma çox təəssüf olsun ki, biz onu çox gecəldə eləmişik və bizdə keçirilən iclasa görə belə tapşırırlar ki, yəni notları bacardığınız qədər paylayın, yayın, nəzəriyyə müəllimləri bilsinlər, məlumatlı olsunlar notlardan. Çünki məsələn o müəllimlərdən biri də mənə vurğuladım ki, notları məktəblərdən tapmaq, məktəbdən ümumiyyətlə vəsaitləri tapmaq qeyri-mümkündür və bundan müəllimlər əziyyət çəkirlər. Ona görə də belə bir qərara gəldik ki, mən də kanaldan paylaşım. Yəni hər kəs kimdə yoxdursa PDF şəklində notları göndərin bir-birinizə. Çox güman ki, artıq deməli belə başa düşürəm ki, bir çoxunda var bu notlar. Yəni kimdəsə yoxdursa da kanaldan paylaşmaq istədim bir daha. Və PDF-i mən kanalda, YouTube kanalında, yəni PDF şəklində mən bura deməli ki, yerləşdirə bilməyəcəm. Bunun üçün də Telegram kanalının linkini yerləşdirəcəm və Telegram kanalına da bu notların PDF-ini, PDF şəklində notları Telegram kanalıma yerləşdirəcəm. Kimdə yoxdursa, oradan götürüb çıxartdıra bilər. Deməli, bax, notlar bu şəkildədir. Azərbaycan və xarici bəstəkarların orada verilən siyahı üzrə əsərləridir. Sadəcə biz tonallığı düzgün təyin eləməli, ölçüyə, xüsusi olaraq ölçüyə baxmalı, belə deyək də, ölçüyə baxmalı və deməli, ölçüyə əsasən də melodiyanı düzgün şəkildə təyin eləməliyik. Melodiyanı düzgün şəkildə verməliyik. Bunun üçün də nə etmək lazımdır? Bir neçə xanə bizə orada veriləcək və üzərindən attestasiya imtahanına qədər hər bir əsərin üzərindən hardasa bir 8-9 xanəlik, yəni belə deyək də tam mövzu alınana qədər mövzunu getmək lazımdır, üzərindən keçmək lazımdır. Və mən bu indi PDF-i dediyim formada yerləşdirəcəm Telegram kanalına. Kimdə yoxdursa götürüb notları çıxartdırıb ifa edər. Və növbəti mərhələdə də artıq bilirsiniz ki, start verildi. İlkin aşamada ayın 12-sindən Xaçmaz regional və ondan sonra isə Milmuğan regionala deməli ki, start verildi attestasiya imtahanına, fortepiano və nəzəriyyə şöbəsi müəllimləri və imtahanda iştirak edəcək bütün müəllimlərə bol şans və uğur arzu edirəm.